Salam əziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Ee, Bu gün biz yenə görüşürük və görüşməyimizin səbəbi Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün dərc etmiş olduğu e, ümumi 20'li sınav test sınav toplusundan 19-cu sınağı analiz etmək və izah etməkdir. Tətbiqi, sual nömrə 1 tətbiqi proqramlara aiddir. Deməli, Linux əməliyyat sistemi ailəsi olduğundan sistem proqramlarına aiddir. Buna görə bunu çıxdıq. Daha sonra DR Web, Doktor Web antivirus olduğundan bunu da çıxdıq. Çünki o da sistem proqramlarına aiddir. Disk Cleanup həmçinin yəni xidməti proqramlara, utilitlərə belə bir şeylərə aid edilmək olur. Yəni qısası sistem proqram ə, təminatına aiddir. Buna görə də InDesign, Adobe InDesign, Impress və Corel Draw tətbiqi proqramlara aid olmuş olur. 2, 4, 5 doğru cavabdır. Yəni birinci soruda doğru cavab C variantı olmuş olur. İkinci sual, göstərilən ssenariyoda əsasən uyğunluğu müəyyən edin. Okey. Bu A təqi istinaddır bu bir. Açılışı bağlanışı. A təqinin ref atributunun dəyəri istinad olunan fayldır. Buna görə də ə, bu isə A təqinin açılışı ilə bağlanışı arasında olan isə istinad göstəricisidir. İstinad göstəricisi isə nin ünvanı isə URL-i deyək. Gördüyümüz kimi SRC atributunda verilib budur. Deməli, dim.html faylı da lokaldadır. Hardan bilib? Onda protokol yoxdur. Yəni HTTP və yaxud HTTPS deyə bir protokol görmürük ən azından. Ondan bildik ki, lokal diskdə olan həm də HTML uzantılıdır. Bildik ki, web səhifədir. Deməli, ona görə gedək baxaq. Lokal diskdə olan web faylı, yəni 1 D uyğun gəlir. 2, yəni istinad göstəricisi gördüyümüz kimi qlobalda olan, hardan bildik, protokoldan www.dim.edu saytında nəticə.png adlı qrafik fayldır. Qlobal belə bir qlobal şəbəkədə olan qrafik fayl, yəni 2A, 1D 2A olduğundan cavab D variantı doğru cavabdır. Element event ifadəsində kursor ilk E simvolunun dərhal sonra dayanmışdır. Yəni burada 2 delete, 3 dəfə backspace, 2 dəfə delete. 3 dəfə backspace olsa, əgər backspace özündən sola doğru silir, delete isə özündən sağa doğru silir. Buna görə buradan sola doğru 3 simvol, buradan sağa doğru 2 simvol silinəcək. Bu səbəbdən dolayı NT boşluq event ifadəsi qalacaq. Bu da 3-cü sualda A variantı doğru cavab olmuş olur. 4-cü sual, verilənlər bazasındakı universitet cədvəlinə tətbiq olundan sorusu nəticəsində tapılan sıra nömrələrini müəyyən edin. Okey. Deməli, bu nədir? Kitabxanadakı kitab sayı çıxılsın müəllim sayı 1100-dən kiçik. Kitabxanadakı kitab sayı hı -hı. Kitabxanadakı kitab sayı çıxılsın müəllim sayı. Baxaq da. 2000 çıxılsın 250 xeyir. 1400 çıxılsın 300 1000. Gəlin buraya yazada. Bu dediyi sorğuda bu 1750 olur. Bu 1100 olur. 1100. Bu olur 940. Bu olur 600. Bu olur 1000. Bu da olur 900. Və bu səbəbdən dolayı bu bu və bu şərt ödəyir. Yəni 3, 4, 6 düz sayılır. Kitabxanadakı kitab sayı, okey. Çıxılsın müəllim sayı 1100-dən kiçik. 940. Ha, burada bircə dəqiqə, bircə dəqiqə. 90 bu, 900 deyil. 90'dır bu. Deməli, olur belə. 90 1500-dən 90 çıxanda 1410. Deməli, bu aid olmadı.
Əslində burada 1200 çıxılsın 1200 edir 1000. Yəni 3, 5, 6 doğru cavabdır. Dördüncü sualda B variantı doğru variant olur. X dəyişəni icrası nəticəsində 51 qiyməti almışdır. Əla. Söhbət bu X-dən gedir, 51 alıb. Əla. Deməli, aşağıdan yuxarı və yaxud yuxarıdan aşağı əvəzləmə apara bilərik. Ə, Biz bu Y, bu Y-dir, dəyişilmiş Y. Onda bu Y-i yerinə yazsaq 4x plus 3. Bu zaman olar 4x ne yazsaq ki? 2x birbaşa beynim toplayırdı ya. Deməli, onda olur 4x plus 3 51 qiymətini almış olur. Məsələ bu x-dan gedir. Yəni bu x-dan, bu x-a bu x-dır. Tapdığımız x olur onda 48 bölünmüş 4 12. Bu x 12 olur. Y 5'dir. Bu y 5'dir deyə. Bura 10. 12 çıxılsın 10 bizə verir 2. Yəni bu x-in qiyməti 2-dir. Yerinə qoyub yoxlaya da bilərik. Misal üçün. Onda bu 12 olur. 2 plus 10. Onda bu 24 plus 3 27 olur. Bu 27'dir. Bu da deməli 2 dənə 12 24-dür. Edir 41. Həqiqətən də düz cavab tapdıq. Deməli x-in yekun qiyməti, ilkin qiyməti olur 2A variantı. Uyğunluğu müəyyən. 8-ci hissə sisteminin ən kiçik iki rəqəmli ədədi. Bu ixtiyari hissə sistemdə ən kiçik iki rəqəmli ədəd 1-0 təsviri alır. 8-likdə. Okey. Üçlü hissə sistemdə ən böyük üç rəqəmli ədədi. Bu bizdə 2, 2, 2 olacaq. Üçlükdə. İkili hissə sisteminin ən böyük 9 rəqəmli ədədi. 9 dənə 1-dir bu. 9 dənə 1. 4, 8, 9 dənə 1. Okey. Deməli belə. Daha sonra. Nədir? Qiymətlərinə baxaq. Aşkar olaraq 1-ə D-ni gördük. Çünki bu 8 mənası verir. Bu verəcək bizə 3-ün üstü 3 çıxılsın 1. Yəni 26 qiymətini alırıq. Onluqda 26-dan söhbət gedir. Ona görə biraz sürətlənsək 1-ə aid 1 təzədən yedlək. 1-ə dəqiqdir ki, D aid olacaq. D-ni artıq sildim. 2-yə dəqiqdir ki, Y aid olacaq. Bunu sildim. Bunun isə onluq dəyəri 9 rəqəmlidir. 2 üstü 9 çıxılsın 1. Bu da bizə verir 511 dəyərini onluqda. Bu da C olur. Deməli 1D, 2Y, 3C. 1D, 2Y, 3C. 6-cı sualda Y variantı doğru cavabdır. Hansı teqin yazılışı düzgündür? Teqin deyəndə HTML kodun image təqinin belə açılışı, bağlanışı ilə arasında nəsə elə bir şey yoxdur. Bu silindi. Bu oxşuyur. Yəni B variantı oxşuyur. Hələlik davam edək. Image təqinin yenə açılışı və bağlanışı kimi ifadələr bu yoxdur. A təqinin içində image, src, aha. Bu da oxşayır, sonra da müqayisə edəcək. A təqinin bu da oxşayır, sonra da müqayisə edəcək. Gəlin baxaq görə indi bunların arasındakı fərq nədir? Deməli belə. A-da href HTTPS, image, src, JPEG. Okey, okey. Deməli. Gəlin D ilə Y-nin arasındakı birinci fərqə baxaq, görə fərq görürük. Aha, burada bağlama deyə bir şey görmürük. Ana, buna görə yəqin bu səhvdir. Qaldı ki, B ilə D-nin arasında misal üçün nöqtə qıymaz, imeci sıra düzülüşü eynidir. Burada bir dənə dırnaq yoxdur. Yəqin ki, bu səbəbdən D olacaq. Amma keçək burada bizdə burada var. Tutaq ki, bir dənə image. Bunu silək və open book pingimiz var. Open biz live server eləməyə çalışırıq. Açsaq əgər görəcəyik ki, bu görünsədən qalıb. Bu şəkil burada görsəndir. Yəni, buradakı əgər sıxıntı budursa, başqa sıxıntı yoxdursa, B də doğru cavabdır. Yəni, baxaq. Başqa bir şey görmürəm. Protokol. Okey. Dim.gov. Sıralama eynidir. Aha, yəni B də doğru cavab olur. Ona görə.
davam eləyə bilərik. D də belə, amma yəni nisbətdə D-ni seçərdik. Yəqin ki, B1 xanasına hansı müsbət tam ədədi yazılmalıdır ki, A2 C2 diapazonunun B1-ə X qiyməti bu olsun. Deməli, ilk ikisinin cəmi üçüncünü verir. Buna görə A1 plus B1. A1 plus B1 bizə X plus 4. B1 plus C1 oldu X plus 9. Bu bərabərdir nə? 2 dənə B1, yəni 2x plus 13. Gördüyünüz kimi burada hələlik X-in ixtiyari qiyməti alınır. Ona görə bu cür tənliklə edə bilmədik. Ona görə sildim. Belə eləyəcəm. A1-i 2-yə böləndə alınan, A2-ni 2-yə böləndə alınan şeyi B2-ni 3-ə böləndə alınan bir şeyə nisbəti. Çünki 2K, 3K, 5K nisbətindədir. A1 plus X, yəni plus 4 bölünmüş 2 bərabər olacaq onda X plus 9 bölünmüş 3-ə. Aha. Buradan belə çıxır ki, buradan belə çıxır ki, ayraq bir dənə belə. 3x üzərinə gəlsin 12 bərabərdir. 2x üzərinə gəlinsin 18. X buradan 6 qiymətini alırıq. X burada 6, 8-in sualı. Yəni C variantı doğru cavabdır. Davam edək. Daha sonra davam edək. Daha sonra 9-cu sual. Sezar şifrindən istifadə hər bir məsafə istifadə edərək hadi sözünə uyğun gələn simvollar yığımını müəyyən edin. Okay. Deməli, bunu necə tez eləyə bilərik? A-la C-nin arasında iki simvol fərq var. Bununla ən yaxşı görə bilərik. Yəni daha tez. Gördüyümüz kimi hamısı L ilə başlayır. Onda daha rahatdır. Yəni H çevrilib L-yə keçib 4 simvol hərəkət edib. A onda E-yə keçməli idi. Bu keçdi, bu itdi. C onda gəlib C olmalıydı. C olmalıydı. Bu keçdi, bu keçdi. Daha sonra I simvolu isə JKL əmə düşür. JKL əmə düşür. Buna görə 9-cu sualda D variantı doğru cavabdır. 9-cu sualda D variantı doğru cavab olur. Davam edək. 10-cu sualda nə deyir? London, Roma, Bakı haqqında məlumatdır. Anın hansı şəhərdə yaşadığını müəyyən edin. Buna olanlardır. Sual. Deməli belə bu sualı rahat əldə etməkdən ötürü ayrıca bir sənədə keçdim. Dokument və başlayaq həll etməyə. Deməli belə. 6 dostun ayrı-ayrı deməli şəhərdə yaşadıqları məlumdur. Okey. A qızdır. Hı -hı. 6 dənə dost, 6 dənə şəhər. 7-nin 7-yə, yəni 6 obyektin 6 obyektə əlaqəsini təmin edən bir cədvəl qurdum. A, B, C, D, Y və F. Paris, Ankara, Ankara yazaq. London, Bakı, daha sonra Rom, Madrid. A qızdır. Bu cədvəlin daxili hissələrində qeyd olunacaq bir şey deyil deyə bura yazıram. Daha sonra isə buradan öncə istədiyim kimi seçim. B Parisdə yaşamır. B dəqiqdir ki, Parisdə yaşamır. C isə Londonda yaşamaq istəyir. Deməli, C Londonda yaşamaq istəyir cümləsi bizə belə bir təqribi, belə bir məlumat verir ki, təqribi. Axırda baxarıq da buna. Bəlkə heç buna ehtiyacımız yoxdur. C Londonda indi bir dəqiqə yaşamır. Yəni C üçün London çıx. Bakıda yaşayan oğlanlardır. Bakıda yaşayan oğlanlardırsa
A. Bakıda yaşamır. F. Madriddə yaşayır. Bu dəqiqdir. Tez bunu qeyd edək. Dəqiqləri qeyd edirik həmən. Okey. Ankara'da yaşayan dost. Roma'da yaşayan D adlı dostuna zəng elə. Deməli D Roma'da yaşayır. Ankara'da yaşayan dost Roma'da yaşayan D adlı dostuna zəng elədi. Okey. C qızdır və Parisdə yaşamır. C qızdır və Parisdə yaşamır. C qızdır. Diqqətlə bir dənə. Və Parisdə yaşamır. Biz də əvvəlcə də Bakıda yaşayan oğlanlardır demişik deyə. C Bakıda da yaşamır. Bunu da qeyd edək. Y Londonda yaşayır. Y Londonda yaşayır. Okey. Y Londonda yaşayır deyə buradan belə çıxdı ki, C Ankara'da yaşayır. Çünki yalnız belə qalıb. Sonra B Bakıda yaşamış oldu. Paris'te de yaşayan A olmuş oldu. A Paris'te yaşayır. Yani 10. sualda B variantı doğru cevaptı. 11. sual 10. sualda oldu B variantı. Proqramın nəticəsini müəyyən edək. Deməli, F budur, D budur. F kiçikdirmi T'dən? Bəli, ona görə bu girintinin içinə girdim. Amma bu EC tərəfə keçmədim. Deməli, 5 olan cavabları həmən silə bilərdik. Həmən silə bilərdik. Bura girdim deyə mən belə bir şey desəm, baxın, ayırıram. Niyə bu ayrıma işin görürəm? Çünki burada 3 operator istifadə olunub. Yəni 1, 2 və 3. Yəni üçünə də girə bilər. Deməli, daha sonra isə nədir? T sıfırdan böyükdürmü? Bəli, bu işlədi. Yenə də bunu da yoxlayırıq. Niyə yoxlayırıq? Çünki bunun 2-nin birdən asılacağı yoxdur. Yəni budaq anlamında. Çünki elif deyil, ifdir. Əgər elif olsaydı asılacağı olardı. Deyil deyə yoxdur. F üzərinə gəlirsən T, bu edir mənfi 42, kiçikdir mi sıfırdan? Bəli. F üzərinə gəlirsin T. Artıq üçüncü hissəyə keçdi. Üçüncü hissədə ya bu işləyəcək. Buna görə ikisini çıx qoyuram. İndi birinə düz qoyacağım. F üzərinə gəlsin T. Böyük bərabərdir mi sıfırdan? Xeyr, ona görə bura girmədi. ES-yə girdi. Bu ES yalnız bu ifdən asılıdır. Yəni bu işlədir. Deməli 1, 2, 4 görürük. Bu da A variantıdır. 11-ci sual A variantı. 12-ci sual Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Hələ x-in kvadratı nöqtə sıfırdan falan verilməyib ki? Yox. Okey. X-in kvadratı edəcək 16. Çıxılsın y ilədi 10. Onun kökaltısı təqribi belə bir ədəd verir. 3 tam neçəsə. Z 4-dən böyük bərabərdirmi? Xeyr. Ona görə bu girintilərə girmədi. Aa, girdi bu dəqiqdir ki, bu girintiyə. Okey. Z 2-dən kiçikdirmi? Xeyr. Ona görə bura girmədi. Z bərabərdirmi? 3 tam oldu. Xeyr, 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 xeyr. Bu dəqiq deyənmirik. Yenə bu da xeyr. Buna da girmədi. Məcbur halda, məcburi istiqamətə doğru mənfi bir qiymətini çıxışa verdi. 12 GB'lık tam dolu flash karttan. Okey. Bize 12 GB'lık bir flash kart var. Tam doludur. 4 adet 4 GB'lık 2 adet ses faylı silinir. Deməli, ona görə 4 ədəd 4 vurulsun 2 bu bizə verir 8 GB. 8 GB sildik. 1024 MB yəni 1 GB-lıq 3 ədəd qrafik fayl. Bu da edəcək 1 GB vurulsun 3 GB. Silinərsə, okey. Sonra, yəni bura kimi gəldi nə qaldı? Qaldı 1 GB. Hələ. Sonra 4096 kibaytlıq 4 ədəd mətin faylı. Bu nədir? 4096 kibayt 4 MB-dır. 4 dənəsi də bu eləyir 16 MB. Okey. 16 MB da silinir. Bunu ayıraq bir dənə. 16 gəlin belə aşağıdan yazalım. 1 GB-dan 16 MB silinir.
və əlavə olaraq bu video fayl yazılır əlavə olaraq. Ona görə bura 5 son 2 mb yazacağım və davam edəcəm görək nə ilə. Deməli 1 GB idi 16 mb silindi. 16 mb da silindi. Bura bu niye yazmışım ki? 16 mb silindi. Üzerine 5 son 2 mb da geldi. Onda ne oldu? Oldu 1 GB üzerine gelinsin. 496. Düz hesapladım mı? 496. Düz değil mi? Üzerine geldi 5 son 2 mb. Bu da 1 GB 1024 mb'dı. 1024 mb'dı. 1024 mb olduğundan üzerine de 496 mb gələndə edəcək nə? 1520 mb. 1520 içində 5 vuruğu var. Bölsək edəcək 304. 304. 304'ü də nə bölə bilərik? Nəsə bir sıxıntı gəlirmiş kimi gəlir mənə. Baxaq nəyi harda səhvləmişik. Elə bir uyğun ədəd tapa bilmirik deyə. 1524'ü 304, 1520 deyir. Düz bir dənə baxaq. Bitlərlə ifadə etdir. 223 bit. Yaxşı. Deməli 5 vuruğu var. Düşünürəm ki, bu səhv hesablayıb etmədiyimizi bilmədim. 1520 bölünmüş 95 5 vuruğu var. 16 edilmiş. Deməli biz bunu niyə görmədik ki? 95 1520-ni böləndə 304, 304'ü 2-yə böləndə 152, 152 böləndə 76, 76'nı böləndə 2-yə 38, bəli 19 vuruğu var. Okey. Ona görə 95 ilə olacaq. Gəlin belə eləyək. Deməli 1520'nin deməli 1520'ni böldü bir dəfə 2'yə elədi bu 700 5'e bölək 304 304'ü 4'e bölünür edəcək 70 tek yok 76 76 da 2 dəfə də bölünür 16 qalır. Əla. Deməli, onda belə olacaq. Dox 19 vurulsun 5 vurulsun 2 üstü 4. Mıbını da bitlərlə deyib 2 üstü 23 bit kimi yazsaq. Bura edəcək 95. Burada edəcək 2 üstü 27. Yəni ona görə cavab A variantı. Elektron cədvəl fraqmentə əsasən C4 xanasının qiyməti müəyyən edin. Nedək? C4 bunların üçünün cəmidir, gördüyümüz kimi. Sam A1, A3. Bu A1'dən A3'ə kimi olan diapazondur. Bu da 12 qiyməti verir. Bu bizə 12 yaza bilərik. Diapazonda qoşulan nöqtədən birlik. Sam B2, B4. 7, 8, 5. Neçə edir? 7, 8, 5. Bu edir bizdə 20. A1 plus B4. A1 plus B4. 8 edir. Əla. Bunların üçünün cəmi 12, 28, 40 cavabı alırıq. 14-cü sual B variantı doğru cavabdır. 15-ci sual. Verilən situasiya kəndinin hansı ölkədə və hansı qəsəbələrdə olduğunu müəyyən edin. Hansı ölkədə və ev kəndi barəsində məlumat hardadır? Okey. Ev kəndinin kənd aidisi budur. Nə olsun? Okey. Kənd aidisinin aidiyyatı var. Axı, okey. Hə, kənd aidisi budur. Okey. Ölkə, kənd. Belə bir bu sual. Sualı keçirik cavab xətrinə. Deməli, kənd aidisi budur. Hmm. Kənd
Nə kənd aidisinə. Nəysə məcbur. Yəni bunun rastlaşdığımız yerə gedək. Məcbur getdik. Y. Tutaq ki Y. Hə, nə olsun ki? Hə, bir də qəsəbə aidisinə kənd aidisi eyni ola bilərmi? 789 23. Hə, sıxıntı var. Nə deyir ki bizdə? Hansı ölkədə, hə, lap tutaq ki getdik Y ölkəsi dedik. Hə, deməli cavab buradan həm 789 bunları rastlaşdırdıqda indi həm Y deyərik. Cavab seçmək xatirinə ki bu sual dediyim kimi ə, belə yəni bu sualda xəta gedib. Yəqin Asostun bunu dolub davam edək. Bir klasterin 4 KB olduğu məlumdur. 5 KB səs faylı və yəni dedim ki, bu da Y seçməyimə cavab səbəb. Sualı yazanın fikri ilə fikirləşdik deyədir. Bir klasterin 4 KB olduğu məlumdur. 5 KB səs faylı və 4096 bayt qrafik faylı saxlamaq üçün necə klaster lazımdır? Hı -hı. 5 kilobaytlıq səs faylı üçün 2 klaster lazımdır. 2 dənə ayrı qab. 4096 bayt bu 4 KB eləyir. Bu qrafik fayl üçün də bir dənə lazımdır. 2 plus 1 3 dənə. Belə deyək. Rahat sualdır. Xəta elətdirməyəcək sualdır. Proqramın nəticəsini müəyyən edin. Edək. Deyir ki, for m in bunun içində. Yəni bu m bunu bir dəfə 3-ü oxuyacaq, bir dəfə 5-i, bir dəfə 7-ni, bir dəfə 5-i, bir dəfə 12-ni. Okey. Deyir ki, həmin m-i 4-ə böləndə qalada 0 qalırsa, bu yalnız 12-dədir. Bu yalnız 12-dədir. Q-yə mənimsət P 7-dir. Silə m. Yəni 7-nin 12-yə bölünməsindən alınan natamam qismət üzərinə gəlinsin. 7-nin 12-yə bölünməsindən alınan qalıq. Bu bizə 0 verəcək. Qalıq dedik, kobud deyilək. Bu da bizə 7 verəcək. 0 plus 7, 7 cavabı alır. Yəni 17-ci sualda Y doğru cavab olur. 18-ci sual. Blok sxem fraqmenti nəticəsini müəyyən edin. Deməli, edək aşağıda. Əla. Deməli, dövr içində dövrü proses görürük. Bu sualı həll etmək üçün nəyə diqqət edə bilərik? Deməli, birinci halına baxırıq. İ-nin 1 olduğu qiymət M2. M həmişə 2-dir. Burada bunu yazıb bunun üzərinə xətt çəkəcəyim. Yormuram özümü. 2 dənə J üzərinə gəlsin 1. J nədir? Bəs J həmişə 1-də başlayıb 9-da bitən bir şeydir. Yəni, axırıncı dəfə 9. Hər bir, yəni belə deyək, diqqətli. Hı -hı. 1-dən 9-a kimi ədədlərinin cəminin onda hər dəfə 2-yə vurur. 2-ni elə bil ki, mötərizə xaricinə çıxartdıq. 9. Hər dəfə də bu 1-dən 9-a kimi ədədlərin cəmidir. Bunu da 2-yə vuranda 2-yə vuranda bu 2 ilə bu 2 gedəcək. Burada da alınacaq 90. Hər dəfə də üstünə i gəlir. Baxar. 9 dəfə i birinci dəfə 1-dir deyə bu dövr J-nin diqqətlə J-nin deməli i-nin bir qiyməti üçün bu alınacaq 90 üzərinə gəlinsin 9. Çünki i başlıqda 1-dir. i-nin 1 qiyməti üçündür bu. 1. i 1 olanda. i2 olanda isə yenə 90. Çünki j yenidən 1-dən 9-a kimi gəlir. 90 bu səfər i 9 dəfə 1 gəlmişdi. Üzərinə baxın burada. 9 dəfə 1. Bu səfər 9 dəfə 2 gələcək. Deməli, i axırıncı dəfə olacaq 5. i axırıncı dəfə 5 olacaq, gələcək bura. 2, i-nin ona görə 3 qiyməti üçün yenə 90-ın üzərinə gələcək. 9 vurulsun 3. Sonra i-nin 4 qiyməti üçün 90-ın üzərinə gələcək. Artıq ümumi qayda çıxıb. Sonra i-nin 5 qiyməti üçün
90'ın üzərinə gələcək. 9 vurulsun 5. Hələ. Burada bir yazaq, qoy rahat olsun. 5 dənə 90, 5 dənə 90 450 verəcək bizə. Deməli 1 2 3 4 5. 9-u mötərizə xaricinə çıxartsaq, 1 2 3 4 5-in də cəmi 9 vurulsun 15-dir. Onda bunun üzərinə gəlməliydik. 9 vurulsun 15, 135. Bu da edəcək. Onda 585. Yəni Y variantı doğru cavab olacaq. Sual nömrə 18-də. Sual nömrə 19. 15 ədədi daxil edilərsə, proqramın nəticəsini müəyyən edin. Əla. 15 ədədi daxil edilir. Bu oldu 15. 15-dən kiçik olduğu müddətcə x-i y qədər azaldıb y-i maraqlıdır. Deməli, x-i birinci dəyişir, x-in birinci qiyməti, y-in birinci dəyişənlərin adlarını verdim. X-in ilk qiyməti 2-dir, y-in ilk qiyməti 1-dir. X f-dən 15-dən kiçik olduğu müddətcə x-in üzərinə gəldi y. Oldu x artıq 3. Y-ə mənimsəti x çıxılsın y 1. Daha sonra nə etdi? Aha, deməli, daha sonra Y-ə mənimsətdi. Ə, deməli, bir niyə yazdıq ki bura? Diqqətlə. Y-ə mənimsədir, x çıxılsın y. X artıq 3-dür, y çıxanda bu oldu 2. Yəni x-in bir addım əvvəlki qiyməti olur, onu da belə başa düşürük. X sonra 15-dən yenə kiçikdirsə 5, y-ə mənimsədir 5 çıxılsın 2, 3. Yəni x-in hər dəfə diqqət edin bir dənə köhnə qiyməti. Bu 8, x-in köhnə qiyməti 5. 13, x-in köhnə qiyməti 8 düşür y-ə. Swap'dakı işdir bu. Yarımçıq swap deyək. Bu şərt ödəyir 21 və artıq 13 düşür bura. Yenə də dediyim kimi həmişə diqqətli olun. Bu təsləri niyə qoydum bura? Bura maraqlıdır. Əslində elə bil ki Fibonacci falan nəsə belə bir şey xoşuma gəldi sual. Çox xoşuma gəldi. 19-cu sual A variantı yaxşı sualdır. Fibonacci-dən bir şey görə bilərik burada. Əslində var. O, belə deyək. 15-dən böyük və balaca Fibonacci ədədləridir kimi tanımlaya bilərdik. Sonra Python dilində 19-cu sual idi, 20-ci sual. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Edək. B2 dənə A üzərinə gəlsin 2-dir. Bu o deməkdir ki, 12 qiymət alır bu. Artıq A, B çıxılsın A-dır. Yəni 4-dür. B bərabərsə A üzərinə gəlsin 4-ə. B dəyişib. Bərabərdirmi A üzərinə gəlsin 4-ə? Xeyr. Çünki B dəyişib olub 12. 12 bərabərdirmi 4 plus 4-ə? Xeyr. Heç əndin bu tərəf, ənddir deyə bu tərəfinə heç baxmıram. Ona görə bura girmir. Ümumiyyətlə false olduğuna görə gəldi bu girintiyə. Bu girintidə nə görürük biz? B bərabərdirmi yenə A plus 4-ə? Xeyr. Xeyr. Çünki niyə görə? Dediyim kimi burada da ödəməmişdi. Print budur. 20-ci sual. Budur eşqinə. E. Klaviaturadan daxil edilmiş şərtin ödəyən natural ədəd üçün proqram nəyi təyin edir? Okey. Aha. Düşünürəm ki, bu belə bir sual olmaz çünki eli çıxışa vermək. Yəqin ki, burada girinti sıxıntısı var deyə düşünürəm redaktada. Bu burada elə pendilə ini və bölünürsə davamlı böl. Bu girintidə yox, hətta bu sadə vuruq falan olacaq, müxtəlif sadə vuruq. Baxaq, dediyim kimi bu girintisini bunu dəyişək. Sualın çünki redaktəsində sıxıntı var deyə düşünürəm. Yoxlayaq. Ola bilir belə bir şeylər çapda. Input. El siyahısı. Hardan bildin? Çünki bu qırmızılar aldığım çərçivə əgər bu girintidə olsa heç bir anlamı olmuş olmur.
eyni niyə n-1-ə bölündüyü müddətcə ədəd özündən bir var kiçik ədədə bölünərmi? Ümumiyyətlə bir dənə bu 2 üçün ödəyər. Yəni bunun bir mənası qalmamış olar. Ona görə yazırıq for i in range. Ə, Niyə görə kod yazıram? Girintinin yerini təyinləməkdən ötürü. Girintinin yerini təyin etməkdən ötürü yazıram. Sadəcə və sadəcə deyirəm ki, elə append et nəyi? Həmin i-ni. Əgər deyir ki, bölünürsə, bölündüyü müddətcə düşünürəm ki, bu burada da olmaz. Baxın, bu burada da, indi yazdığım yerdə də olmaz. Niyə deyəcəm indi? Çünki bu istənilən halda bu işi görmərəm də mən. İstənilən halda ədədin sadə bölənlərini olar. Sadə vuruq, sadə bölən eyni şeydir. Və yəqin ki, buna uyğun gedər. Çünki bu kodun bir başqa üslubu var idi. Print L deməli. Baxın, niyə görə bu burada da olmaz? Deyim, çünki bölünməsə də bölməyə çalışmaq bu bir təyinat sualı olmaz. Hardan bildi? Yəni uzun experience olanda bilirsən, yəni həm proqramlaşdırma biliyi, həm də ki, sual yazma experience'i bizə deyir ki, bu burada olar. Və burada olsa, düşünürəm ki, deməli, yazsaq ədədin sadə vurultularını görə bilərik. Biz 64 ədədini 9-a vuraq, 2 dənə 3 olsun. Ədəd yoxlamaqdan ötürü bu 64-ü 9-a vuranda 9 6 540 üzərinə gəldim. Deməli 36, bu da elədi 596. Mən 596-nı da vurum bir dənə 5-ə neçə eləyə? Vurmayaq. 596 yazanda əgər bir dənə 2, bir dənə 3 çıxsa düz fikirləşmişəm. Aha, 2 və 49. Niyə? Düz hesablamamışam onda. 596 yox. 576, 576. 576 yazanda 541 üzərinə gəlsən 36. Bəli, 200. Bəli, düz düşünmüşəm. Bu şəkildədir. Məsələ nədəndir? Deyir ki, 2-dən ədədin özünə kimi get. Çünki ədədin aha, deməli, bir dənə sıxıntı var. Sıxıntı nədən ibarətdir deyəcəm. Sualda yəqin ki 21-ci sualda A variantı doğru seçəcək. Yəni sualı yazan adam ə, belə bir düşünürəm. Amma bu da tam deyil. Din niyə? Mən bura bir sadə ədəd yazsam boş siyahı çıxardacaq. Baxaq. Dediyim kimi cavab olaraq A seçərəm. Amma hətta bu girintidə olsa belə sıxıntı olar. Ona görə 21-ci sualda cüzi xətalıdır. Çünki ədəd özü sadə olanda ədədin özünü görmür. Ədədin özünü görmür. Gəlin kodu da izahlayaq nədir? Deməli belə bir şeydir ki, deyir ki, 2-dən ədədin özünə kimi özü də daxil deyərdim mən burada. Özü də daxil desəydik, ə, yenidən 574 yazaq görəcəyik ki, bir belə bir şey 574 41 niyə? 41 niyə? Ədədin özü böləndə qalıqda 0 edərmi? Maraqlıdır. 574 41-ə bölünürmü? Bölünərmi? 410 maraqlıdır. Baxaq, sualı biraz daha çox təhlillədik. 574 bölünərmi 41-ə? 14 maraqlıdır. 574-ün içində 41 vuruğunu biz hardan çıxartdıq? Deməli, bu ədədi hardan almışdıq? 64-ü vurmuşdum 3-ə, 192 etmişdi. Aha, 574 yox, 576 yazırdıq bu yağları. Biz 574 nədir? 576 düzdür. Yəni dediyim kimi kod əslində olmalı idi bu formada. Bu kod bu formada olmalı idi ki, bu variant olsun. Digərlərinin olmadığını hardan bilir? Ədədin sadəliyi üçün belə bir iş görülməz. Mürəkkəbliyi üçün də, yəni sadəliyi deyilsin. Ədədin kvadratına heç aidiyyatı yoxdur. Ədədin mürəkkəb bölənləri üçün bu dövr olmazdı ümumiyyətlə. Ədədin mürəkkəb bölənlərini tapmaqdan ötürü bir funksiya əlavə istifadə edərdik yəqin ki, və yaxud dövr içində dövr oradan bildik. Yəni dediyim kimi, hardan bu cür analiz edə bilirik? Full experience olanda belə bir şey demək olur. Burada bu girinti. Hı hı. Bu sualda da mən girinti, redaktədə girinti xətası görürəm. Hardan görürəm?
Çünki bu return 1 burada olmaz. Yazıram def sm equals for j in range bunu biraz sürüştürək. For in j in range bunu sürüştürək bu tərəfdə. Nədir? 2-dən yarısına kimi, yarısı da daxil. Əgər sadəliklə bağlı işə oxşayır, x-in hər hansısa bir böləni olsa, return 0 qaytarsın. Return true burada olardı. Çünki funksiyanın girinti söhbəti var. Yəni true deyəndə return 1. Funksiyanın girinti məsələsi var. Ona görə. Yəni bu return burada olardı. Bu sadəlikdir. Sonra deməli deyib ki, foreigners SM-in içinə göndərəndə birdən fərqli alınırsa, yəni mürəkkəbləri cəmlə deyəcəyik. Baxaq. Foreign ls. Əgər bir qaytarmırsa, dediyim kimi, qalan şeydə sıxıntı görmürəm. Bu mürəkkəbdir. 37 mürəkkəb deyil, 23 mürəkkəb deyil, 35 mürəkkəb deyil, 64 mürəkkəbdir. 47 məncə sadə ədəddir. Sadədir. 3-ə, 5-ə, 5-ə, 6-ya, 7-yə, 8, 9-a, 6-ya kimi heç bir ədədə bölünmür. 3-ə bölünmür ən əsası. Dəqiq 22. 42 üzərinə gəlsin 35. Bu bizə 77 qiymətini verdi. 64 üzərinə gəlsin 22. Bu bizə 88 qiymətini verdi. Bu da edir bizdə 165 alındı. Nə səhv hesabladır ki? 88 yox 86. Bu da bizə 163 qiymətini verir. Ona görə 22-ci sualda Y variantını doğru cavab olaraq qeyd edirik. Deməli, deməli. Burada bu sualı yine götürdük, getdik. Ayrıca bir Word'e atdıq və başlayırıq nə? Deməli, ada and busunun kəsişməsi olmadığından dəqiq bunun Euler-Venn diaqramını bu şəkildə çəkə bilərik. Ada biraz yaxşı olmadı. Euler-Venn diaqramı edəcəyik. Ada bu olacaq ada. Bu olacaq Bakü State University. Yox. Bakı Slavyan Üniversiteti. Bu da olacaq budur. Okey. Niyə görə? Baba, buna görə belə çəkdik. Daha sonra davam edək. Adada 130, nəsə, daxili kəsişmələri getdik. 34. Nədir? Adanla budunun kəsişməsi 34. Budunla busunun kəsişməsi 25. O zaman ada 130 idi. Burada olacaq 96. BSO 50 idi. Burada olacaq 25. BDO 91 idi. 59 çıxacam. Bu olacaq 32. Niyə soruşur? Ada or, budur or, BSO, yəni birləşməsi. 50, 82 üzərinə də gəlsin 130. Yəni bura 130'du. Bura 50'dir. Burada 32'dir. Bu da edəcək 212 cavabı alacaq. Yəni 23-cü sualda cavab 212. 8-ci say sistemində təsvirində sıfırların sayını müəyyən edin. 32 üstü 4, 2 üstü. Bu sual da atım orada rahat deyil də. Deməli, belə. Bu nədir bu? Ctrl Z. Repeat əmri icra etmişdim. Baxın, repeat. Ctrl Z, Ctrl Z dəyişiminə baxın. Burada hər ehtimala Ctrl Z. Baxın, əmir redodur. Ctrl Y iləyəndən sonra yenə də redo, Ctrl Y. Gördüyünüz kimi düşdü. Bəyalar isə deməli Ctrl V etdim. Artıq repeatdir. Repeat nə redonun fərqini analiz edersiniz. Müəlliminizdən soruşarsınız. Səs öz müəlliminizdən. 32 üstü 4. Bizdə edəcək 2 üstü 5 üstü 4. 8 üstü 2. 8'i də deyir elə 8 üstü 2 şəklində saxlayıram. 4 üstü 4'ü isə 2 üstü 8 şəklində saxlayıram. Çevirəm. Deməli 2 üstü 5 rəngi dəyişim. Bu üst bəz düşdü deyə.
2 üstü 5 üstü 4. Bu edecek 2 üstü 20 dursun burada. 8 üstü 2'ni niye çevirmedim? 8'li sayısının söhbət edib. Burada da 2 üstü 8'dir. Dursun yerində. 2 üstü 20'ni mən yaza bilərəm. 2 üstü 2 vurulsun 2 üstü 18. Niye belə bir iş gördüm? Ona görə ki 8'in qüvvətlərinə gələ bilən bir şeyə çevirmək istəyirəm. Bunda 2 üstü 2 vurulsun 2 üstü 6 yazıram. Bu da olur 4 vurulsun 8 üstü 6. Yəni belə eləyək də yaxşı, 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 yaxşı. 2 üstü 3 üstü 6. Bu dursun burada 8 üstü 2 tam açıqlayıcı yazar. Bu da olsun 2 üstü 2 yani 4. Vurulsun 2 üstü 3 üzerinde 2. Bu olacaq 4 tane 8 üstü 6. Üzerine gelsin 8 üstü 2. 4 vurulsun 8 üstü 2. Onda bu 4 vurulsun 8 üstü 6. Ve bunların içinde 8 üstü 2'ni mötərizə xaricdən çıxartsam olur 5 vurulsun daha doğrusu 4 üzerine gelsin bir vurulsun 8 üstü 2. Bu da olur ki 4 vurulsun 8 üstü 6 üzerine gelsin 5 vurulsun 8 üstü 2. Bu 6 mənə onu deyir ki bu ədəd 7 rəqəmlidir. Zaten bildiğim neçə dənədir artıq. 5 tane 0 olur. 6 nömrəli mərtəbədə 4. 5 nömrəli mərtəbədə 0. 4 nömrəli mərtəbədə 0. 3 nömrəli mərtəbədə 0. 2 nömrəli mərtəbədə 5. Okey. Deməli, bir nömrəli mərtəbədə 0, 0 nömrəli mərtəbədə isə 0, 8 sayı sistemində belə bir təsvir aldıq. Mərtəbə nömrələrini isə qeydiyim 0, 1, 2, 3, 4, 5, 6. Yəni bu 6-ya görə bu 6'ya görə belə, bu 2'ye görə də bu burada təyin olundu. Cavab neçə sıfır var sualıydı. Sıfırların sayını tapın. 24-cü sualda biz 5 cavabı aldıq. Belə bir sual. Deməli, elektron sənətdə bir 39 simvolu əlifba ifadəsi vurğulamaq məqsədə uyğun saymazdım. Amma sıxıntı yoxdur. 258 səhifədən ibarət deməli ibarət olan elektron sənədin ilk və son səhifəsində 384 x 256 pikseldən ibarət 154 rəng çalarlı palitra ilə rənglənmiş 154 rəng çalarlı palitra ilə rənglənmiş qrafik təsvir digər səhifələrin nəysə 258 səhifə var. 258 səhifənin iki ilk və son səhifəsi 2 səhifə edir. Yerdə qalan səhifəsi isə 256 səhifə edir. Bu səhifələrin hər birində nə var? 384, yəni 3 dənə 128, 384-ü mən 3 vurulsun 128 kimi yazsam, 3 dənə 2 üstü 7 və 256-da 2 üstü 8. Bu qədər piksel var 2 dənəsində. Hər birində. Və 156 rəng çalarla 154 rəng çalar. Bu 128-dən böyük, 256-dan kiçik bərabər şərtini ödədiyindən 154. Ona görə bir pikselin həcmi 8 bitdir. Yəni belə deyə bilərik. Deyərik ki, burada piksel sayı budur. Rəng dərinliyi, yəni bir pikselin həcmi isə budur. Və bundan 2 dənədir. Bu da eləyir 2 üstü 16 byte. Oy, 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 oy. Deməli belə bir şey görmədik. Burada 3 gözdən çıxır. Bu da 3 vurulsun 216 byte. Harda bilir? 2 üstü 1, yəni 2 dənə şəkil. 2 üstü 7, 2 üstü 8, 2 üstü 16. 8 bitdə çevirəndə 1 byte edir. 216 byte. Bu da bizə verəcək 3 vurulsun 2 üstü 6 2 byte. Bu da bizə verəcək 192 2 byte. Okey. Bir sıxıntı görmürük. Deməli, qalan səhifələrin hər birində orta hesabla 32 sətir və hər sətirdə 64 simvol var. Hər sətirdə 64 simvol var. 39 simvollu əlifba ilə kodlaşdırılan 39 simvollu əlifbada bir simvolun həcmi yenə də bu 39
32'dən böyük şərtin 64'dən kiçik bərabər şərtin ödədiyindən V simvol, yəni burada 39 V simvol edəcək 6 bit. Deməli, hər biri 6 bitdəndir. Buna hesablayanda mətn informasiyanı 256 208 vurulsun 32 205 vurulsun 64 206 və vurulsun 6 bit. Vahidi yazmamaq sualı səhvə çevirər. 208 vurulsun 205 215 13 219 6'ya da vuranda bu eləyər eder 3 vurulsun 2 üstü 20 bit. Bu eder 3 vurulsun 2 üstü 17 byte. Bu eder açık yazar koy rahat olsun. 3 vurulsun 2 üstü 7 kibayt. Bizden neyle soruşur vardı? Neçə kilo yok. Kibaytdır. Kibayt. Bu da eder 384 kibayt. Düzdür? Hə. 192 kibayt əvvəlcə idi. Üzərinə gəlsin 384. Bu da edər 6, 7, 1 yadda 576 kibayt. Yəni buradakı ki, kilo yox, kibi ifadəsidir. Deməli, cavab 576 keçdik. Burada 576 cavabını qeydlədik. Keçdik bu birisi suala. Deyir ki, icazə i dəyişən çıxışa verilən qiyməti nə olmuşdur? 133 olmuşdur. Bu 133'tür. Nəyi soruşur bizdə? Buna əsasən i dəyişən girişə verə biləcək ən böyük qiyməti müəyyən. Əla, i 133 olubsa, i 17 17 artandır. Yəni əvvəlcə 14 olan bir şeyin üzərinə 14 olan əvvəlcə 14 olan bir şeyin üzərinə neçə dəfəsə 17 gəlib 133 alıb. Baxaq, K dəfə 17 gəlib alınıb 133. Deməli 17K bu səbəbdən dolayı bərabər olacaq 133 çıxılsın 14, yəni 119. Yəqin ki K burada edir 9. Bir dənə yoxlayaq 9 vurulsun 1. Okay. 13 49 yox. 9 nədir? 7 əstəğfurullah. 70 üstə 49 bəli K 7. 7 dəfə bu işlem aparılıb. Deyir ki, n dəyişən keçə biləcək ən böyük və veriləcək ən böyük natural qiymətini müəyyən edin. Okay. N dəyişənin bu n dəyişəni başlıqda bilmirik nə idi? N. N-i n vurulsun hər dəfə 2'yə vurur. 2 üstü 7 bu şərti ödəyib 2 çıxıb. Böyükdür 256 şərtini ödəyib çıxıb. Bu deməkdir ki, n böyükdür n böyükdür 256'nı 128'e böləndə 2 şərti ödənir. Bu belə deməkdir ki, n-in ən kiçik qiyməti 3'dür. İndi baxaq. N vurulsun 2 üstü 6 2 üstü 6. Bu ən kiçik qiymətini tapmışıq. Bizə isə ən böyüyüdür. Diqqətlə. N vurulsun 2 üstü 6. 256'dan kiçik bərabər olduğu müddətcə davam edib şərti ilə isə yəni n kiçik bərabərdir 206 böləndə 4. Bu deməkdir ki 3 4 parçası ödəyir. Ən kiçik 3, ən böyük isə 4 qiyməti olacaq. Cavab, ən böyüyün dediyinə görə cavab 4. Uyğunluğu müəyyən edin. Bu nədir ki? Bu nədir ki? Deməli, burada eynilər görürük. Burada isə parçalamalıyıq. Parçalayaq. 2, 4, 8'liyi də 20 eləyər. Onluğa çevirsək. Bu da 106 eder. Çünki 6'dan 16 plus 10. Deməli 1'ə A uyğun gəldi. Dəqiq. Bu 41'dir. Tez görə bildik. Deməli 16 plus 15 31'dir. 72 edir. Bu 3-cüyə uyğun gəldi. 6 4 8'i də 48 plus 4 52 edir. Bu da 64 üzərinə gəlsin. 64 üzərinə gəlsin. 10 74 edir. 74 üzərinə 52 gələndə
İnşallah səfiyyə sallanmarıq. Yenə 126 etdi, maraqlıdır. Deməli, qəşəng bir ədcəyə uyğun gəldi. Davam edək. Bu 7 dənə bu edər 57. Bu da etdi 15. 57 üzərinə gəlinsin 15. Yenə 72 etdi. Bu deməkdir ki, bu 3-ə aiddir. Yəqin ki, bu da 2-yə aid olar, amma yenə də hesablayar. Deməli 3, 5 bu etdi 29. Bu nə edir? 256 üzərinə gəlsin 16, üzərinə gəlsin 256 üzərinə gəlsin 16. Üzərinə gəlsin 16, üzərinə gəlsin 2. Bu 303 etmir axı məncə onluqda. Bir dənə də baxaq. Bu 1 edir 256, düzdürmü? 16-ın kvadratı. Bu edir 16. Bu da edir 2. Ha 29 da var da burada. Ay ay. Deməli 272, 274 üzərinə gəl 29 üzərinə. Yəni bu bizə verir 29 üzərinə gəlsin 274. Yaxşı qurtardıq. Bu da edir 303. Deməli həqiqətən də burada 7. Yəni 1-ə A, C, 2-yə 3-ə B-dir. Keçə verən sayda ədədlərdə müsbətlərin ədəd ortasına və mübtəna arasını çıxışa verən. Okey. Eyni sayda natural ədəddən. Qəbul edirəm ki, içində müsbət var yoxsa yox. Yəqin ki, qəbul eləməyə də bilərik. Baxaq. Eynə girişə verdim. Deməli, bunu burada yerləşdirməmək deyə bir şansımız var. Ona görə götürdüm. Keçdim. Bir Word açdım və orada başladıq danışmağa. Deməli, və girişə verilmiş en sayda ədədlərdən girişə verilən en sayda ədədlərdən müsbətlər. Eyni girişə verdik. Yerləşdirərik, yerləşdirərik. Yeni girişə verdik, çünki biraz əlavə yazacaq. En dənə ədədlərdən ədədli orta hesablayacağım deyə cəmin ilkin qiymətinə ehtiyacım var. Cəmə 0, saya 0. Hasilə də ehtiyacım var. Mənfilərin hasilini çıxışa verən. Hasilin də ilkin qiymətini 1 deyəcəm. Diqqətli olaq. Sonra bəlkə içində mənfi müsbət yoxdur. Ona görə mən 2 dənə detektor dəyişən istifadə edəcəm. Yəni boolean deyək də buna. Birinə T deyəcəm, müsbətlərin olduğu halı yadda saxlayan. Birinə də K deyəcəm, o da mənfilərin olmadığını yadda saxlayan. N dənə ədəd girişə verəcəm. Bundan dolayı i-yə mənimsət 1, i n-dən kiçik bərabər olduğu müddətcə n dəfə bir iş görəcəm. Ona görə bu işləmi aparacağım. N dəfə N dəfə, N dəfə, N dəfə bu işlemi aparacağım. N dəfə cümləsini qurdum. N dəfə, yəni buradan i-yə mənimsət birdən bura kimi N dəfə anlayışıdır. Nə edəcəm? A dəyişənini girişə verdim. Əla. Bunlardan yoxlamalıyam müsbətdir yoxsa yox. Deməli, müsbət ədədləri. Hə, müsbət olmayan mənfi olacaqmı? Xeyr, çünki deməyib 0 yoxdur. Ona görə yoxlayacağam. A böyüdümü 0-dan. Ya buna hə deyəcək, ya buna yox deyəcək. Deməli, buna hədisə müsbətdir. Amma yoxdursa mənfi deyir. Ona görə yenidən sual verəcəm. A 0-dan kiçikdirmi? Buna hədisə, yəni if, elif, else strukturu qurdum bir növ. Dedik ki, müsbətlərin nəyin deyib, baxaq, müsbətlərin ədəd ortası, ona görə cəmlə sayın qiymətini artıracam. Ha, detektora ehtiyac, elə bir ki, baxın, bir dənə səbir ola. Müsbətlərin sayı deyə bir anlayış var deyə, müsbət, bu kanı silim, ehtiyac yoxdur. T-ni mənfilərin var olub olmadığını yoxlamaq üçün ötürü istifadə edəcəm. Qəşək. Heç diqqətləməmişdim ora. C-yə dedim ki, cəmə əlavə elə bu anı. Sayı da 1 vayd artır. Okey. Bu keçdi bura. Mənfidirsə 2 iş görəcəm. Haşa. Haşı A dəfə artıracam. Və bir dənə də T-yə 1 atacam. T-yə 1 atacam.
Çünki birdən mənfi ədədlər olar və bütün mənfilər mənfi bir olar. Və n sayı bütün ədədlər mənfi bir olur və cüt sayda olar. Yəni belə bir ehtimal var və ona görə nəzərə alınmalıdır. Proqramlaşdırmanın ən yuxarı səviyyəsi alqoritmik hissədən keçəndən sonra, yəni praktikaya girməmişdən qabaq artıq xəyal etmək qabiliyyətidir. Ola biləcək vəziyyətin təyin etmək üçün. Nəysə, bu da şükür az çox bizdə var. Nəsə belə bir şey keçdik. Ədədi orta hesablamamışdan qabaq zero division error almamaqdan ötürü mən birincisi belə bir şey yoxlayacağam. Deyəcəm ki, bu S dəyişəni əgər sıfıra bərabərdir yoxsa yox, ya buna hə deyəcək, ya buna yox deyəcək. Hə deyək, yox deyək. Əgər həddirsə, onda deyəcəm ki, müsbət ədəd burada yerləşmir, amma yazıram. Müsbət ədəd yoxdur. Ə, yoxdursa, deməli müsbət ədəd var və onların ədədi ortasını hesablayıb çıxışa vermək olar. Ədədi ortaya deyəcəm cəm bölünmüş say. Yəni bu detektləməsək buranı zero division error ala bilərik. Ə, deməli çıxışa verək sonra. Deməli belə, deməli. Əgər ədədi ortanı tapdıqsa çıxışa verək. Deyək ki, ədədi orta çıxışa verilsin. Ədədi orta. Daha sonra gələk bura. Gəldik. İndi isə nəyi yoxlayacağam mən? Nəyi yoxlayacaqdım? Yoxlayaq. Ə, deməli, əgər yenə də yoxlayıram ki, T sıfırdırmı? Buna hə cavabı versə, yenə deyəcəm nədir? Mənfi yoxdur. Mənfi yoxdur. Yağları müsbət yoxdur dedi. İndi mənfi yoxdur. Biraz eybəcər oldu. Yəqin anlaşılır gəlir. T sıfır deyilsə, deməli T1 ola bilib. Deməli hasil burada bu şərt ödəndiyi hal olub. Ona görə hasili çıxışa verdik. Biraz videonu uzatdı bu bir şey, amma biz alqoritmin nəticəli, diskretli və müəyyən hadisələrin təhkil eləyərək izah verə bilmərik. Ona görə də belə. 29-cu sual. Klaviaturadan hərf və rəqəm simvollarından ibarət sətirdən ən azı 2 A simvolu olan iştirak edir. Necə? Deməli, klaviaturadan sətir daxil edilir. Okey. Sözlər anlayışı deyə sözləri doğrayıram. Daha doğrusu sətri sözlərə doğrayıram. White space-lərə görə. Sözləri çıxışa verən, sözlər boşluq simvoluyla ayrılıb, deyib də. For x in L, yəni L-nin içində sözlər idi. Bir-bir bütün sözləri gör. Əgər ki, əgər ki, həmin x-in içində həmin x-in içində A simvolunun sayı ən azı 2 deyib də, düzdürmü? Hə? Böyük bərabər 2 və yaxud böyükdürsə, bir şərtini ödəyirsə, onda print həmin x-i icra edək. İcra edək və ədədimizi yazaq. Ədədimizi yox, ədəd. Anar, banka, salam, armud, necə, sən, anar, anka, salam, necəsən? Hətta bir boşluq qoymuram. Bir neçə boşluq qoyuram. Qəsdən, qəsdən. Deməli, necəsən? Sonra bir neçə söz bir A simvolu olsun. At ver, görək. Anar, anka, salam ifadələrini gördük, gördüyünüz kimi. 30-cu sual klaviatura adında daxil edəcək insertdən türə ədəddən palindrom olanların ən böyüyünü. Deməli, palindrom olub olmadığını yoxlamaqdan ötürü bir funksiya yazardım. Bunu yazmıram. Daha məqsəd yönlü ola bilməkdən ötürü. Klaviaturadan daxil ediləcək en sayda natural ədəddən. Siyahı deməyib. Amma mən yenə də siyahıya atacağım bunu. O rahat, səliqəli və mədənli üçün boş siyahı yığdım. Yığdım bura. N dəfə for i in range n n dəfə elə append et nəyi? Klaviaturadan daxil ediləni. Etdimmi? Okey. Qəsdən belə elədim.
Yormayacağım. Sətir tipi ilə gedəcəm. Deyəcəm ki, x in L, L'in içindəki, L'in içindəki bir şeyin sətir formasına çevirəcəm. EDS deyim. Deyəcəm ki, STR. Niyə görə? Tərsdən oxumaq üçün abituriyent proqramından kənara çıxıram. Qəsdən çıxıram. O rahat olsun deyə. Deyəcəm ki, EDS-in özü bərabərdirsə, EDS-in tərsdən oxunuşu ilə qoşu nöqtə mənfi 1. O zaman print ilə istəyirsən EDS-di, istəyirsən X-di. Yəni qəsdən də EDS yazıram. Çünki bəziləri yoldaş abituriyentləri səhv yönəldir. Deyir olmaz. Mən də burada EDS yazıram. Yəni kimsə cəsarət edirsə yazsın bura ki olmaz. Kommentə. Və 5 dənə ədəd verəcəm. Çox getmirəm. 111 olsun. 100, 313 olsun. Sonra nə bilim 224 olsun. 232 olsun. 456 olsun. Gördüyümüz kimi 111, 313 və 232-ni çıxartdı. Deməli, tam doğrudur. Ümidvaram bu video izahda siz özünüzə xeyirli bir çox şey gördünüz. Kanalı paylaşmağı unutmayın. Nəinki abunə olmağı. Digər yoldaşlara da xeyrimiz dəysin. Belə növbəti videoda görüşənədək bu artıq 19-cu idi. Serüvenimizin 20-cisinə yaxınlaşırıq artıq. Belə növbəti videoda görüşərik.